Nəzərə alsaq ki, ayın 13-cü günü Annanın anası itdiyi günü kameralardan da silinib. İndi belə deyilir. Məsələn, Ruhiyyə deyir ki, Çox böyük sən dedin ki, Zərməlim, hətta o dükandan qabaq, mən yolumun üstündə, idarənin qabağında kamera var. O niyə açılmayıb ki, mənim mamam belə gedib, yoxsa bu döngəyə gedib? Ay, sağ ol. O açılsaydı, mamam hansı döngəyə girib, mən onu oradan görərdim. Bəlkə açılıb biz bilmirik. Mənə bir demir. Yəni, sənə deməyiblər, mənə də deməyiblər, heç kimə deməyiblər. Açılıbsa da heç bizim xəbərimiz deyilməliydi də. yoxdur. Deyilməliydi, ən azından qızına deyilməliydi, bildiriş verilməliydi ki, kameralar açılıb, anan ya sağa gedib, ya sola, ya düzündən harasa gedib. Amma yox, Noruza demişdilər ki, biz yadında da Təranəgil getmişdilər, ha, həmin o sizin kəndə gedəndə. Noruza demişdilər ki, yasdan çıxanda bu kameraya düşüb, qəbirstanlıq tərəfdə kameraya düşübdür. Zərməlim, mən evimin yanında kansevetliyi var, idarə. Wi-Fi çəkilirdi. Wi-Fi'yə görə bizim idarənin pencərəsindən kamera qoyublar, Zahir müəllim. Həmən iki yola ayrılacaq kameradır. Nə yaxşı, mənim mamam deyib oradan bir pişqa dəzi götürməmişdən deyirdilər ki, Zümrüd oradan əli o heç nə vurma, ha, kamera var orada, kamera çəkir. Hani indi mən də anam itib, kamera niyə mənə açıb vermirdilər? Niyə? Bir saniyə. Siz qulaqların bir söz işlətdiniz, düzdür. Biz burada onu ifadə elədik və gördük. Ayın 13 günü silinmişdi. Biz burada bunu İlham müəllimə demirik. Onun acığına gəlməsin. Buradan sonra çox böyük söz söhbətlər oldu. Ay mənim mağazimdə olan söhbət İlham müəllimin xətrini çox istəyirik. Amma fakt bu silinmişdi. Mən bunu... Yəni ən azı silinmişdi ya silinməmişdi, orada yox idi ayın 13 Yox idi, ayın 13 tarihi silinmişdi yox idi. deməsək belə. Sizcə silinibsə məqsəd nədir? Bilirsiniz, onu elə bir şey elədilər Zahir müəllim. Buradan gedən adamlar elə bir böyük bir ay Rüya xanım bizim kəndimizin adına söz çıxardı. Rüya, bax bir şey deyim sənə. Lap Yəni, deyək olduğu ki, şey lap deyil. gətirin bunun adını qoymayaq silinmişdi. Adını qoyaq ki, yox idi. Və yox idisə Zar, niyə niyə yox idi? yox idi? Yəni söhbət ondan gedirdi də yaxşı. Necə olur? Gəlin 12 o zaman saat, o zaman 13 bunu yoxdur. düşünmək lazımdır ki, əgər ayın 13-cü tarixi məhz Annanın anasının itdiyi tarix həmin kompüterdə yoxdursa, silinib, yoxa çıxıb, kiminsə əli dəyib, nə baş verib, bu kameraya çünki deyəndə ki, gəlin baxın, ora birinci gedib baxıb Bəxtiyar. Sənin bacının oğlu. Bəxtiyar gedib baxıb. Bəxtiyar sonra deyib ki, gözüm ağrıyır, mən oturub baxa bilmirəm və gözüm zəifdir, mən baxa bilmirəm. Sonra keçib oturub onun yerində İlhamın oğlu. Başlayıb İlhamın oğlu baxmağa. Amma İlhamın oğlu da ora nə dərəcədə baxa bilərdi və nə qədər baxa bilərdi və niyə baxmalı idi ki? Nə üçün baxmalı idi ki? Onun mu nənəsi itibdir? Nəvecinədir ki, orada adam görəcək ya görməyəcək? Səbirsiz uşaq da oturub bəlkə 5 dəqiqə baxıb, 5 dəqiqədən sonra deyib ki, mən heç nə görmədim. Yəni söhbət ondan gedir ki, bunun silinməsi kimin ora, rusların sözü dostdur bu, yəni kimin ora əl çatanlığı var idi və nə üçün o silinməlidir, nə üçün yoxa çıxmalıydı? Yoxa çıxmalıydı, mən bu mağazanın sahibiyəm, mənim mağazama 2 nəfərə icazə verib ki, qardaş, gəlin girin baxın, Bəxtiyar və oğlu və qardaşın da gedib ora, qardaşın da gedibdir. Novruz baxmamağın səbəbi onun başı çıxmırdı. Novruzun baxmamağın səbəbi başı çıxmamaq olmayıbdı. Novruzun baxmamaq səbəbi olmuşdu ki, onu polisə çağırmışdılar. Novruz'u polisə çağırmışlar ki, Novruz gəl. Novruz gəl polisə, Novruz çıxdı getdi polisə. Novruzdan sonra ora gəldi Bəxtiyar. Bəxtiyar oturdu, baxdı və sonra dedi ki, mənim gözüm ağrır, mən axıra kimi baxa bilmirəm. Yəni İlham bütün imkanları və fürsətləri verib ki, gəlin oturun, baxın. Bu kompüter, bu da siz. Və sizin dediyinizə görə İlk baxışdan ki, girdik ki, ora baxmağa, hansı ki, sən öz işçinlə bərabər getmişdin ora. Ləman xanımla getmişdin. Ləman xanım girmişdilər içəri, sən oturmuşdun çöldə maşında. İçəri, mən maşında gözlədim. İlk dəfə Novruz ora girib baxmağa girəndə gəldi sənin işçin, dedi ki, 13-ün üstünə tıklayırıq, 13 yoxdur. Yox, mən ona dedim ki, birinci, içəri girən kimi birinci kompüterin şəklini çək. Yəni sabah səni içəriyə edə bilərlər. Ay, sağ ol. İçəri girən kimi şəklini çəkmişdilər. Bəli, birinci şəklə çəkmişlər. Mışqa heç ora çatmamışdı. Hətta sizdə orada işarə var ki, Mışqa 13-ün üstündə oturmayıbdı. Mən ona həmişə deyirəm, diqqətli ol, girən kimi birinci şəkli çək, sonra çövür o tərəflərə. Ay, Yəni, sağ ol. o qızı... O da ora basmışdı, sonradan görmüş ki, bu açılmır. Bəli, sonradan... Yəni həmin tarix yox idi. Həmin günü tarixi çəkəndə üstündə Mışqa olmayıbdı. Yəni Ay, biz sağ ol. oraya gedib çatmamışıq. Yəni İlham bəyin belə rahat... bir fərziyə də ortaya çıxa bilər. Bəlkə bu baxanlardan biri bilmədən əli dəyib, silib və qorxusundan bunu boynuna ala bilmir. Yəni o dərəcədə rahat bir şey deyil. Gözüm ağrıdı. Aygün xanım, amma baxın, o dərəcədə rahat bir şey deyil ki, girən kimi udalit eləyəsən, o yoxa çıxsın. Ora girməlisən, həmin təqvimi açmalısan. Onu o qədər, yəni onun o qədər başı çıxmalıdır ki, bundan. O təsadüf ola bilməz silinsin. Yəni İlham bəyin bu qədər rahatlıqla icazə verməsinin 2 səbəbi ola bilər ki, yəni qardaş, buyur gəl bax, mən arxayınam. İkinci səbəbi də ola bilər ki, onlardan qabaq kimsə bundan məşğul olub və
Komanda rahat-rahat deyib ki, gir bax. İndi Zaur müəllim, bir şey də var ki, Zaur, bəlkə də silən adam fikirləşib ki, heç görməzlər. Zar müəllim, O biz da var. deyək ki, gedək rahat icazə aldıq İlham müəllimdən sildik, yox. Biz zaten birinci polis bölməsinə yaxınlaşdıq və xahiş elədik ki, siz oradan icazə alın ki, biz gedək onu çəkə bilək. Onlar da dərhal zəng elədilər ki, Ruhiyyə xanım gəlir, icazə verin, kompüterə baxsın. Çünki qızın Yəni başı... kompüterə ilk baxan siz olmusunuz. Bəli, yox, ilk baxan yox. Harda 10-cu gündə belə deyək. Hə də 10-cu yəni gündə. ilk dəfə baxan. Yox, bizdən qabaq baxanlar oldu. Kim baxıb? Qardaş oğlu, oğlan adı nədirsə? Özü getmişdi, özün kalyaskası ora girməmişdi. Ora girmirdi, yox. Araba sonra Ümumiyyətlə başı da çıxmır Sən axı. getmişdin, sənin araban ora girə bilmədiyinə görə girməmişdin ora. Bizdən baxan qabaq... Yəni, Kimlər də, kimlər? Valla xalası oldu. Bacısı oğlu üzr istəyirəm baxmışdı. Bəxtiyar baxmışdı. Ondan sonra da... Noruz getmişdi. İlhamın öz oğlu baxmışdı. Ana kimlər baxmışdı bilmirsən? Elə olardı da. Elə olardı. Mən mağazində olmamışam. Çünki bunlar Mən sadəcə yoldan soruşmuşam. bunlar Mağazin yanına siz İlhamgilin mağazasına ay neçəsində getmisiniz? Haradasa 12 gün, 11 gün keçəndən Aysa sonra. yanvarın 25-i 26-sı ərəfələrində də belə bəli. ərəfələrdə. Çünki mən dəfələrlə Noruza deyirdim ki, flaşka götür, get yaz, bizə at. Biz bu... dedik... dedi ki, Ruhiyyə xanım, mən onu başarmıram, siz özünüz gəlməsəz, mümkün deyil. Mən də ona görə bir gün ayırdım.